Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimizə şükürlər olsun. Uca Allah'ın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabların üzərine olsun. Uca Allah təala bizi, ailəmizi qorusun. Baxın, istiğfarın bəzi faydaları, bir neçə faydaları, yəni əstağfurullah zikrinin. Zavalül humum, insanın qəminin, kədərin aradan qalxması, sıxıntısının aradan qalxması, işlərin rahatlaşması və dünya və axirətində o qədər xeyir, bərəkət ki, onun sayını Allah'tan başqa heç kimsə bilmir. Dilindən düşürmə. Bu qədər faydalı şey insan necə unutsun? Baxın, deyir ki, alimlər, insan nəfəsini iki yerə bölməlidir. Bir nəfəs elhamdülillah, bir nəfəs istiğfar. Nə gözəl bir şey. Deyir, salihlər bir yerə deyərdi. İnsanın üzərine düşən odur ki, mömin üzərinə nəfəslərini iki şeydə olsun, bölsün, iki yerə bölsün. Nəfəsini yəni boş-boşa tükətməsin. Bir nəfəsi elhamdülillah, diğer nəfəsi əstağfurullah. Yəni gün ərzində elhamdülillah, əstağfurullah. Elhamdülillah, əstağfurullah. Nə gözəl bir fayda. Yəni nəfəsini faydalı bir şeyə tükət deyir. La ilahe illallah. Ona görə baxın, deyir ki, bu dünyada dünyaya görə insan kədərlənməz. Bu dünya belədir. Dünya şər var. Dünya kölgəyə bənzəyir. Biraz güldürsə çox ağladır. Biraz sevinsə sıxıntılı günlər gəlir. Biraz neməti bol olsa sonra görsən ki, problemlər yaşanır. Ona görə də daimi əbədi sevinc yeri haradır? Cənnətdir. Bu dünyada daimi deyil. Ona görə də mömin axirət üçün nədir? Hazlaşmalıdır ki, axirəti daha neynəsin? Gözəl olsun. Mömin belə olmalıdır, subhanallah. Yoxsa bu dünyaya görə deyil. Amma əstağfurullah zikrini kim çoxaldarsa, Allah onu neynəyər? Sevinç qapısını açar. Nə zaman insanın qəlbi rahat olacaq, qənaətbəxş olacaq, Allahın qəza və qədən razı olacaqsa, o zaman insan bu dünyada gözəl həyat nədir? Yaşayacaq. Allah'ım sən bizim sorumuzu gözəl eylə, dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eylə. Amin.